Noyabr ayının əvvəlində Bakıda Avropa Ravvinlər konfransı keçiriləcək. Tarixdə ilk dəfədir ki, belə bir tədbir bir müsəlman ölkəsində təşkil olunur. Bəs bu, Azərbaycan xalqı üçün nə deməkdir? Bunun nəticəsində bir neçə il sonra Azərbaycandakı qırmızı qəsəbələrin sayı yavaş-yavaş artmağa başlayacaq. Qırmızı qəsəbə Azərbaycanda dağ yəhudilərinin yerləşdiyi yaşayış məntəqəsidir. Bura Azərbaycanın daxili qoşunları və polis qüvvəsi tərəfindən xüsusilə mühafizə olunur. Bu qəsəbə İsraildən kənarda cuhudların kompakt şəkildə yaşadığı yalnızca 2 qəsəbədən biridir. Biri ABŞ-da, digəri isə müsəlman ölkəsi olan vətənimizdədir. Bəs niyə məhz Azərbaycan? İsrailin yaxın şərqdə, xüsusən də müsəlman dövlətləri olan ərəb ölkələrinin düz ortasında qərar tapması bu dövlətin bir proyekt olduğunu sübut eləyir. Məqsəd müsəlmanlığı məhv eləmək, buna qarşı çıxanları isə körpə, qoca, qadın, dindar, qeyri-dindar demədən ən vəhşi şəkildə qətlə yetirmək. Bəli, bunu özlərinin həyati vəzifəsi hesab eləyən Cuhud tayfası Azərbaycana gəlir. Eynilə ilk öncə Fələstinə kiçik bir qrupla gəlib, müqavimət görmədikdə əsl üzlərini ortaya çıxararaq Fələstini işğala başladıqları kimi.